UEFA Çempionlar Liqasında Qarabağın növbəti rəqibi olan Liverpoolda baş məşqçi Arne Slotun komandadan göndərilməsi gündəmdədir. Today Press TV xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Belə ki, İngiltərə Premyer Liqasının son turunda Bournemouth-a 3-2 hesablı məğlubiyyət klub rəhbərliyinin səbrini daşırıb. Merseyside təmsilçisinin Arne Slotla yolları ayırmaq barədə qərar qəbul etdiyi bildirilir. Onun mümkün əvəzləyicisi kimi nəzərdə tutulan Xabi Alonso isə baş məşqçi təyin ediləcəyi halda klub rəhbərliyinə bir sıra şərtlər irəli sürüb. İspaniyalı mütəxəssis əməkdaşlığın başlanacağı təqdirdə heyətə Tottenhamin müdafiəçisi Mickey Van de Ven, Crystal Palace'ın yarım müdafiəçisi Adam Wharton, eləcə də hücumçular PSG-dən Bradley Barcola və Bavariyadan Michael Olsen'i qatmağı təklif edib. Qeyd edək ki, Liverpool-Qarabağ oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Həmin görüşdə Liverpoolu baş məşqçi kimi Steven Gerrard meydana çıxaracaq.